Deməli, hərf rəqəm üzərində şəkil necə düzəltmək olar onu öyrədəcəm. Gəlin buradan lövhə rəngini açıq səhraya götürək. OK düyməsini vuraq. Klik düyməsini vuraq və bura bir dənə hərf əlavə eləyək. Məsələn olsun U hərfi, məsələn type tool aləti üzərində bir dəfə vururam və mouse'un sol düyməsini də bir dəfə vururam və burada U hərfini yazıram. U hərfini yazdıqdan sonra move tool alətini basıram və klaviaturadan Ctrl T-ni basıram və U hərfinin ölçüsünü bir qədər böyüdürəm və bundan sonra bir dənə də şəkil əlavə edirəm. File tabına girirəm, open. Tutaq ki bu şəkil olsun. Ctrl A, Ctrl C gəlirəm digər sənədə Ctrl V-ni basıram. Bunu da Ctrl T düyməsi ilə ölçüsünü bir qədər böyüdürəm bu formada. Hələlik bunu gizlədirəm bu layer'ı. Gəlin birinci mətn üzərində müəyyən əməliyyatlar aparaq. Məsələn içə kölgə verək. Bunun üçün bu layer seçili vəziyyətdə FX-ə girirəm. Burada yenə Shadow'u seçirəm və normalda sizdə burada başqa seçim olacaq. Linear Light'ı seçəcəksiniz. Daha sonra və bu rəqəmləri yazacaqsınız bura. Vaxt getməsin deyə əvəzində mən bunu etmişdim. Yəni sizdə burada başqa rəqəmlər olacaq. 21, 22, 58 distans yayılma. Sonra çox 22, size ölçü 58. OK düyməsini vururam və görürsünüz daxilə kölgə verildi və bundan sonra layer 1-in üzərində göz işarəsinə vururam ki görsənsin. Layer 1-i seçirəm və istəyirəm bu şəkili hərfin içindən salım. Alt düyməsini basıb saxlayıram və daha sonra fikir verin, mouse'un göstərisini bir qədər aşağı edirəm. Görürsünüz, qara ox kvadrat işarəsi görsənir və bu zaman mouse'un sol düyməsini bir dəfə vururam. Və nəticədə həmin hərf, daha doğrusu həmin şəkil hərfin içərisinə daxil oldu. Layer 1 seçili olduğu halda eyni zamanda Ctrl J-ni də basıram. Bunu kopyalayıram və bunun da hələlik indi kənara çıxan gülləçəklərini də vermək istəyirəm. Ona görə kopyaladım və daha sonra opposite şəffaflığı bir qədər azaldım. Yəni təxminən 50% eləsəz kifayətdir. Layer 1 kopya seçili olduğu halda burada belə bir alət var. Quick Selection Tool. Bunu seçirəm və hansı hissə ki istəyirəmək sonsun üzərində mouse'un sol düyməsini basıb saxlayaraq ləçəkləri seçirəm buradan. Daha sonra misal üçün tutaq ki bu hissə istəyirəm düşsün. Aşağılarda istəyirəm. Mouse'un sol düyməsini sadəcə basıb saxlamağım kifayətdir. Burada da məsələn bu hissədən bura kimi. Hətta bu da olsun. Ya da ki biraz bu çox olacaq. Bu orta hissələri götürürəm. Bu biraz çoxdur. Orta hissələri buraları da hələlik silirəm. Belə təxminən götürürəm də, yəni indi necə uyğun bilsəz o formada seçə bilərsiniz. Buradan plus düyməsini basıb ləçəyin bu hissəsini də götürürəm. İstəyə bağlıdır və daha sonra bu işarələrin hissələrin maskasını yaradıram. Yaradıqdan sonra burada opposite-ni artırıram. Bu formada istəsəniz burada məsələn şəklin özünü seçib burada da müxtəlif misal üçün drop shadow
məsələn tətbiq edə bilərsiniz. Multiply seçimi aktiv olduğu halda məsələn bura 9 olsun, bura 11, burada məsələn 40 olsun, yəni belə bir effekt də verə bilərsiniz. Belə və daha sonra yəni bu formada şəkil kimi istəsəniz yaddaşa verə bilərsiniz. Export as və buradan formatını elə JPG seçirəm. Daha sonra export ol düyməsini basacaqsınız və nəticədə belə bir nəticə əldə edəcəksiniz.